götürdü, avtomat sonra yerə atdı. Mən qalxdım, bilmədim nə baş verdi. Sizin sinifdə oldu mu? Ya, mən 8-ci sinifəm, o Nə sıra vurdu? Nə dedi? Əvvəl nə dedi sizə? bilməm, çox sıxırdılar onu. Sonra götürüb avtomatı yerə atandan sonra Hansı avtomat? AKL. Atandan sonra mən başa içməm, avtomatı verdim ona. Ondan sonra götürüb Uşağın nəsə problemi var idi, qardaş müəllim. narkoz sıxırlar o məktəbdə. Hadisədən Məktəbdə sıxırdılar. Sən sıxırdın ona. Müəllimələr başqa bir işlə. Niyə sıxırdılar? Vallahi bilmirəm. Dərsi yoxmurdu yoxsa? Yox, normal hər şey. Müəllim işi, hələ mənim müəlliməm idi. Necə müəllimə? Yaxşı. Həmən müəllim sıxırdı, onu vurduğu müəllim yoxsa? Ona görə baxın. Dərslər yaxşı oxumur deyə sıxırdı. Yaxşı oxudu, normal idi. Çox sağ ol. Qəzəl uşağı idi. Şahlamıyorum. Yaxşı uşaq, sakit idi. Çox sağ ol. Rüfət! Vallahi bilmirəm xəbər. Rüfət! Sən nə demişdin onu vurması? Mənə işə burası dünən məktəbə demişdi ki, terror nasıl belə bir şey olacaq. O da yaxınlarında dedi. Başqa Nə vaxt demişdi sənə bunu? dünən. Dünən demişdi ki, hadisəni törədəcəksən. Başqa iş. Bəs uşaqlarla necə yola gedirdi, necə dostluq eləyirdi? Normal, yaxşı Dostları var idi. Uşaq yaxşı uşaq idi. Çox yaxşı. Davaya qalxıb Müəllimdən nəsə alıb verəməyəcəyi bir şey var idi. Hər şey yaxşı idi, prosta nəsə bilmirəm. Sonra onun sinifdə oxuyursun. Yox, mən 8 olum. dünən sizə deyib, hə ki, sabah Ay Səbuhi! Yandırmısan, yandır. Vallahi elə şayət yanına görürəm. Bir dənə əsas odur ki, valideynlər hamısı bilsin ki, uşaqlar salamatda heç kimə üçün olmur. Yəni bunu bilsinlər. Məncə ən bu dəqiqə məlumat, vacib məlumat budur. Çünki uzaqda olan valideyn var, işdə olan valideyn var, hamısı ürəyi dayana bilər. Sizin məktəb rəhbərliyi ilə vatanız gəlin götürüyor, özünüz gəlin götürürsünüz. Yox, mən özüm gəldim də xəbərləri işləyəm. Onsuz da zaten bütün dünyada bu baş verir. Bu dəqiqə bu bəladır və hamı da bunu fikirləşir ki, bu nə zibirdir. Sizin evladınız neçə yaşınızda? 5-ci Yoxlama falan var mı məktəbdə? var, ümumi var, əlbəttə var. Yəni Yoxlamadan keçirdiniz. erkek bir şey yoxdur, yəni dəmir yoxlaması yoxdur. Amma belə hamı uşaqlar Vallahi onu mən nə bilim, bilmirəm. Sizə nə məlumat verilir mütəxəssisin? Bizə deyirlər ki, şayədir, yalandır. İçəridə polislər də var. Polislərdə də soruşduq, deyirlər yalandır. Yox, götürün deyilməyib, mən özüm gəlib götürmüşəm. Aynen, çok sağ olun, sağ olun. Bundan bezdiyini və onu güllələyəcəyini deyib. O şagirdin davranış bozuntuları var idi. Düşünmürdük ki, belə bir addım atar. Bugün isə hadisə baş verəndə səs-küyə çölə çıxdıq. Tüfəngi qoyub qaçmışdı. Bəzi iddialara görə isə müəllimi güllələyən şagird kompüter oyunlarına maraq göstərib. Onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir. Qeyd edək ki, valideynlər bildirirlər ki, yüksək təhsil haqqı tələb olunan özəl məktəbdə elementar mühafizə tədbirlərinin yetərli olmaması qəbul edilməzdir. Onların sözlərinə görə məktəbə şagirdin silahla daxil olması mühafizə sistemində ciddi boşluqlardan xəbər verir. Valideynlər təcili şəkildə məktəbə gələrək